Onda bəs dırnağı yemək nəyin əlamətidir? Bu da gərginliyi çıxartma əlamətlərindən. Məsələn, övladınızda kəkələmə varsa, dırnaq yemə varsa, masturbasiya, onanizm varsa, bunlar hamısı psixoloji durumun yerində olmadığının göstəricisidir. Uşaq hər hansısa bir stres altındadır və bu stresi çıxartma bu yöntəmlərdən istifadə edir. Bu ola bilər ki, genetik keçsin. Əslində biz onu göstərmirik uşağımıza. Uşaqlıq vaxtın hər hansısa bir insan masturbasiya eləyibdir davamlı olaraq. Bunu sən uşağın qabağında indi göstərməyəcəksən ki, bildirmirsən, amma genetik olaraq keçə bilir. Deyir ki, mən uşaqlıqda özümün də var idi bunu. Bilirsiniz niyə görə? Biz dediyim kimi stresi yönətmə proseslərini keçirdirik. Həm genetik keçirdirik, şuur altı olaraq keçirdirik uşağa. Həm də eyni zamanda şuurlu şəkildə keçirdirik. Uşaq onu izləyir. Bəlkə də tam dərk eləmir. Mamam telefonda dava eləyir, bir tərəfdən də qab yuyur. Və ya mamam telefonda dava eləyir, bir tərəfdən də dırnağını yeyir. Yəni onu fərqində deyil ha uşaq. Sadəcə o görüntü qalır insanın beynində. Hə, təsəvvürü. Təsəvvür qalır. Gələcəkdə sən eyni duruma düşəndə, rəfiqənlə dava eləyəndə, ananla dava eləyəndə dırnağını yeyirsən.